indi sizə çox gözəl bir texnika deyəcəm. Bu bir fəlsəfədir və bu fəlsəfəni həyatınızda tətbiq etsəniz, karyera seçən zaman tətbiq etsəniz, siz çox böyük bir uğur qazana bilərsiniz. Hər kəs görür ekranı. Ikigai. Eşidən var bu söz haqqında? Ikigai sözü haqqında. Məlumatınız var? Aha. Ikigai Japonlarda bir fəlsəfədir. Bunun haqqında hətta bir kitab da var. Mən sizə Ikigai haqqında danışmaq istəyirəm. Baxın, bu Ikigai fəlsəfəsi haqqında kitabdır. Bu, Japonların uzun və xoşbəxt yaşam sirrini göstərən bir kitabdır. Bunun müəllifləri Hector Garcia'dır və Frances Mirales'dir. Burada çox şeylər var əslində. Mən əsas karyera üçün lazım olan bu sualları sizlə paylaşacağım. Ikigai nə deməkdir? Ikigai yaşama səbəbidir, yəni yaşama amacı da demək olar buna. Demək, çox gözəl Nailə xanım, oxuyursunuz, əla. Var olma amacı, yəni yaşama səbəbi deyirik biz buna. Yəni, biz özümüzə peşə seçən zaman, ixtisas seçən zaman, karyeramızı qurmaq istəyən zaman bu 4 suala biz cavab verməyə çalışmalıyıq.